Hansı işçilər attestasiyadan azaddır? Qanun nə deyir? Hər bir müəssisə işçilərin attestasiyasını keçirə bilər. Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən aşağıdakı işçilər attestasiyadan azaddırlar. Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət, yaralanma, travma, kontuziya almış və əlilliyi müəyyən edilmiş işçilər Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər, bir vəzifədə 5 ildən az müddətdə çalışan, məcburi köçkün və qaçqın statusu olan işçilər, hamilə qadınlar, yaşı 18-dən az olan işçilər, uşağının 3 yaşına dək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını tək başına böyüdən kişilər, bir vəzifədə faktiki olaraq 1 ildən az müddətdə çalışan işçilər, eyni vəzifədə azı 3 dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər, kollektiv müqavilədə nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər, təhsil haqqında qanuna əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsil verənlər.